arkadaşlar. Gelin semestrın ilk imtihanına bir yerde hazırlaşalım. Sen bir 3 saat uyku yatmışım. Şöyle bu haldayım. Birinci. İstedim. Öz evimdeyim. Mansardayım. Bizim ev mansarda. Belə. Biraz zər vurmaq istəyirəm. Saat elindən deyəndən sonra mən neyse highlighter vuracağım. Bu arada üzümü nemlendirmiştim. Üzümün yanından sonra gözlerim çok pis ağrıyır. Çünkü 3 saat yuxu yatmışım. Və tezdən durmağa öyrəşmişəm deyə rahatlıqla da durdum. Saat indi 6'ya qalır. Durdum dedim. Yoldaşıma yemək edeyim. Özüm bəlkə yemədim. Bəlkə yedim. Çünki mən duran kimi yemək yeməyi sevmirəm. Bir 2-3 saat keçəndən sonra yeyirəm, çalışıram. Üzümü pudraladım. Sabitlədim. Zaten çox gülməli görünürəm deyə çəkmədim. Bu sərlənif. Fırçalar qəşəngdir. Bilmirəm hardan almışam. 2 dənədir. Tuzuyorum. Birinci gözümün üstünü.
Necə oldu? Sadə olacam deyəndən sonra mən. Gözlərimi ilk dəfə də bəyəndim, kipriklərimi. Nəcəbsə yaxşı oldu. Dudağımı kontur yox. Mənim dudağımda simmetrik əyriliyi vardı ya. Qələm çəkəndə, pomada çəkəndə çox daşır. Yəni məcburam içə doğru çəkməyə ki, çünki sevmirəm kənara çıxmağı. Belə parlamana baxmayın, bu mat pomadadır. Quruyacaq. Üstümə highlighter da vuram. Aslında saçımı açıq qoya bilərəm. Belə istifadə edənlər var da saçlarını. Saçımı bilmirəm nəyəsə. Qəribə gəlir mənə. Bilmirəm bu tək məndə belədir ya yox. Məsələn burada bəyənirəm. Əla. Gedirəm. Yolda anidən kameranı açıram ki, baxım saçıma. Görüm mən nə gün dəymişəm. Bu videoya çıxmışam. Əsas saçımla bağlı, makyajımla bağlı ilə problem yaşamamışam. Saçım mənim başım oyunu açır. Görürsünüz, qəşəngdir əslində. Amma broşka götürəcəm. Çünki imtahandır da yəni. İnsan istilənib eləyir. Həm də ki, hər dəqiqə gəlirlər. Qulağınızı aça bilərsiniz. Əsəbləşirəm, fikrim yayınır. Ona görə belə açıq qoyuram. Belə aksesuarlarımı taxaq. Bu üzüyümü taxıram. Yeni almışam bu dəstə. Bir də bunu və sırğalarım var, bunları taxacam. Bu arada mən köçəndə deyəsən seplərimi arası qoymuşam. Nəsə seplərim gəlməyib. Ya yaxşı baxmamışam gətirdiklərimin içinə. Çünki aşağıda təmircidir.
biz Mansarda müvəqqəti qalırıq. Ona görə elə nəyin ətəyə gəldi yığmışam da. Heç nəyin öz yeri yoxdur. Təqribi var da. Çox şey açmamışam. Və düşürəm aşağı səhər yeməyi üçün süfrə hazırlamağa. Birinci çay dəmləyirəm. Mən çay belə paçeta doldururam, dəm çaynikın içinə atıram. Həm təmizləyəndə rahat olur, elə onu götürüb zibil vedrəsinə atıram. Həm də çay süzəndə çayın görüntüsü stəkanın içində çox təmiz qalır. Yəni o dənələr, o yarpaqlar tökülmür, bu da təmiz görünür. Sonra keçirəm yoldaşım üçün səhər yeməyinə süfrə düzəltməyə. Çalışıram ki, səhərlər yemək yeyib getsin işə. O çox sevmir səhər evdə yeməyi. Amma çalışdığım qədər deyirəm ki, evdə yeyib getsin. Çünki səhər yeməyi çox önəmlidir. Onu da yeməyini verirəm. Sonra keçirəm, bizim bildirçinlərimiz var. Onlara dəm verirəm. Bunlara əslində yoldaşım, baxın, mən belə şeylərdən qorxuram. Amma səhər tezdən də o qaça-qaçla yemək yesin rahat deyə. Ona görə mən özüm yemləyirəm, yumurtalarını yığıram. Sonra özüm səhər yeməyi yeyirəm. İmtahana gedəndə çalışıram səhərlər yemək yeyəm ki, rahat olum da. Sonra acıram. Bu nəzən gedirəm. Üzümə indi baxıram. Nə qədər şey bilmişəm. Çox paralıyır. Həqiqətən gözlərimi sıxıram. Alsın. Hər şey olmaz. Gedim test çatım ki, orada da nəsə oxuya bilim. İnşallah keçərəm. İlk imtahanımda ilk olanda həmişə heyecanlanıram. Sonradan az da olsa azalır heyecanım, amma az da yenə də olur. Belə, burada da təkrarımı eləyirəm. Təkcə oturmuşam boş otaqda. Rahatlıqla təkrarlayıram. Ədəbiyyatdır deyə təkrara çox ehtiyac var. Gəldim, evdəyəm, imtahanımı verdim. Çox qəşəng keçdi. Bizdə kompüterləndir. Göz dəyməsin. Mən qutarana qədər heç bir dəyişiklik falan olmasın. Kompüterləndir deyə anında cavab çıxırdı. Yəni imtahanı başa çatdırırıq. Cavablar çıxır. 22 dənə düz yazdım. 3 dənəni bilirdim. Düzgün cavabı bilirdim. Sadəcə biraz ağlım qarışdı da ya risk edib yazmadım. Yazsaydım ama 25-25 yazacaqdım. Nəysə. Belə gəldim, dəhşət isti var çöldə. Günümə baxın. Gələn kimi bildirsinləri yemlədim. İlk işim yazıqdılar, çünki günahdır. Getdim onları yemlədim, qalxdım evə. Belə, indi özüm yemək yiyim. Deməli, aldıqlarımı göstərim sizə. Gilas aldım, ağ gilas, bir də belə qara. Alça aldım, alça oxşamır, bu məncə cavalıdır. Bəli, cavalıdır. Dadlı olur. 2 dənə qab aldım, çox qəşəngdir, xoşuma gəldi. Qəşəng, maraqlıdır. 3 manata bunu aldım. 3.50-yə də belə iri bir şey aldım. Nəysə, bunu yuyanda qopartaram. Belə. Keçim indi elə meyvələri yuyumunda. Səhərdən qablarım da qalıb, onları da yuyum, istirahət edeyim. Hazırlaşaq 5-ci günün imtahanına. Meyvələri yuyub otururam digər imtahana hazırlaşmağa. Çay fasiləsi verirəm, ondan sonra axşam yenə hazırlaşıram. Deməli, hələ yatmamışam, dərs oxuyurdum. Dedim, nə qədər ki oyağım, ləvəncə elədim, ürəyim istəyirdi neçə vaxtdır. Sadəcə bizdə toyuğun bütün hissələri yeyilmir deyə hayf eləmədim toyuğu. Belə bir üsul gördüm, yəni toyuğun istənilən hissələrini belə üzərinə hazırladım, içinə qoyduğumu hazırladım, belə üzərinə elədim. Məncə belə də dadlı çıxacaq. İndi bunu göndərim bişməyə. İndidən eləyirəm ki, həm sabah axşama yeməyim olsun, sabah bəlkə düyü süzdüm yanına. Bir də ki, yoldaşıma işə qoyacağım. Onların işlərinə yemək vermirlər deyə evdən aparır.
Belə bunu yerləşdirim duxovkaya. Bu bişənə qədər dərsimi oxuyum. Bu da bişdiyinə görə artıq yata bilərəm. İzlədiyiniz üçün təşəkkürlər.